Sumqayıt şəhərində beynəlxalq əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə daha bir əlamətdar tədbiri baş tutub. Almaniyanın Ludwigshafen şəhərindən gəlmiş nümayəndə heyətinin iştirakı ilə Sumqayıt Muğam Mərkəzində möhtəşəm konsert proqramı təşkil olunub. Tədbir Azərbaycan ilə Almaniya arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bir daha nümayiş etdirib. Konsert proqramında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəzov, idarə, müəssisə, təşkilat rəhbərləri və Almaniyadan gəlmiş qonaqlar iştirak ediblər. Respublikanın tanınmış sənətkarları çıxış edərək müxtəlif musiqi nömrələri ilə tamaşaçılar unudulmaz anlar yaşadıblar. Rəngarəng və maraqlı ifalarla tədbirə xüsusi ahəng qatan sənətçilər Azərbaycan musiqisinin zənginliyini və qonaqpərvərliyini nümayiş etdirməklə yanaşı, qardaş şəhərlər arasında mədəni körpülərin möhkəmləndirilməsinə töhfə veriblər. Ludwigshafen və Sumqayıt şəhərlərinin qardaşlaşması ilə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olur. Bu cür tədbirlər mədəni dialoqu gücləndirməklə yanaşı, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsində mühüm rol oynayır. Sumqayıt şəhəri 1977-ci ildən etibarən Ludwigshafen şəhəri ilə rəsmi qardaşlaşma münasibətləri qurub. Ötən illər ərzində bu əlaqələr yalnız sənədlərlə deyil, reallıqda baş tutmuş qarşılıqlı səfərlər, məktəb və universitetlər arası mübadilələr, mədəniyyət tədbirləri və birgə təşəbbüslərlə möhkəmlənib. Son illər Sumqayıtda geniş miqyaslı abadlıq quruculuq işləri həyata keçirilmiş, şəhərin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artmışdır. Sumqayıt bu gün Azərbaycanın sənaye və elm mərkəzlərindən biridir. Kimya Sənaye Parkı, texnologiya mərkəzləri, yeni təhsil və səhiyyə müəssisələri şəhərin sürətli inkişafının göstəricilərindəndir. Bununla yanaşı, şəhərimizin yaşıl zonaları genişləndirilir, ekoloji layihələrə diqqət artırılır. Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıtdan sonra Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərlər edəcək. Ölkənin tarixi mədəni irsi ilə yaxından tanış olacaqlar. Qeyd edək ki, Ludwigshafen və Sumqayıt şəhərləri arasında uzun illərə söykənən dostluq münasibətləri mövcuddur. Hər iki şəhər bir sıra ortaq layihələr və mübadilə proqramları çərçivəsində əməkdaşlıq edir. Təşkil olunan bu konsert isə bu əməkdaşlığın daha bir parlaq nümunəsi kimi tarixə düşdü. Elvin Qudratov, Şəmsistan Fikrətli, Elbrus İsmailov, bu gün informasiya proqramı üçün.